Salam hörmətli izləyicilər. Dünən YouTube postunda paylaşdığımız bir sualı izah gətirmək istəyirəm. Bu sual bir çox mübahisələrə səbəb oldu və hətta sualın içərisində də mən çaşdırıcı sözünü qeyd etmişdim. Və mübahisələrə səbəb nə idi? İzləyicilərimiz deyirdilər ki, orqan sözü amonimdir. Bəlkə də onların da bir haqlı tərəfi var. Hətta biz görürük ki, düzgün cavab daha az işarələnib. Və orqan sözünü həm biologiyada, həm dövlət orqanı kimi götürsək, bəlkə də sizin düşüncələriniz doğrudur. Mən buna bir söz demirəm. Sadəcə olaraq dimin vəsaitlərində və yaxud amonimlər lüğətində orqan sözü amonim deyil. Bu bir məsələ. İndi sual oluna bilər ki, bəs niyə belə bir mübahisəli söz düşüb? Bəlkə biz heç amonim lüğətindəki amonimləri təbii ki, əzbər bilmirik hamısını. Niyə mübahisəli sual 9-cu sinifə və yaxud buraxılış siniflərinə düşə bilər? Belə deyil. Əslində heç bu mübahisəli sual deyil. Biz burada nəyə fikir verməmişik? Birinci hissəyə, hətta buna aid çəkdiyimiz birinci videoda da qeyd etmişdim ki, birinci biz nəyə baxırıq? Deyilişi ilə yazılışı fərqlənən sözlərə. Deyilişi və yazılışı fərqlənməyənləri aradan çıxartmışdıq. Fərqlənən bir dənə buruq qalmışdı. Buruqla orqan qalmışdı. Buruq sözündə hamımız bilirik ki, amonim sözdür. Bunu da çıxmışdıq. Və orqan sözünün siz amonim kimi olan formasında düzdür, orqan yazılır, orqan deyilir. Amma siz ona baxmamalıydınız. Siz baxmalıydınız ki, deyilişi ilə yazılışı fərqlənən formasına baxmalıydınız. Bu da orqan, tutaq ki, deyək, insan orqanı, bir də ikinci orqan götürməliydik. Biz hansı musiqi aləti olan orqan, keçən videoda da qeyd etdiyim kimi, bu da necə tələffüz olunurdu? Arqan. Deməli, deyilişi və yazılışı fərqlənən və təbii ki, deyiliş və yazılışı fərqlənirsə bu amonim ola bilməz. Musiqi aləti ilə, məsələn, biologiyadakı orqan amonim sayıla bilməz. Təbii ki, buna görə də cavabımız olmalıydı orqan sözü. Yəqin ki, aydın oldu sizə. Bu suala bir aydınlıq gətirmək istədim.